Bu qədər videolar paylaşıram, bu qədər izah edirəm, bu qədər insanlara kömək eləmək istəyirəm, bu qədər məntiqli argumentlər gətirirəm. Qardaşım, sən bu dünyaya səni yaradan, yaradıb belə buraxmadı. Belə ki, ged Allah ümidinə. Sənin içində səni, yəni bir əqli çatışmazlığın olsa belə, səni doğub meşəyə atsalar belə, səni səhraya atsalar belə, sən istəyirsən ərəb ol, istəyirsən fars ol, istəyirsən fransız ol, istəyirsən erməni ol, istəyirsən azərbaycanlı, istəyirsən Şotlandiya doğul, harda olmağın nasıl olmalı, səni yaradan var. Bəli, o yaradan da səni idarə eləmək üçün sənin içində bir varlıq qoyub. Bəli. Yəni səni yaradıb, amma səni boş buraxmayıb. Sən həyatın 3 mərhələdən ibarətdir. Sən uşaq olursan, şuurun fərqində deyilsən. Sonra şəxsiyyətin formalaşır, artıq sən qərar verməlisən və öz həyatına düzən verməlisən. Yəni yaşamağı özün seçməlisən. O səni yaşatmaq üçün sənləndir. Uşaq vaxtı o sənlə idi. 4-5 yaşına qədər özünü neçə yaşda xatırlayırsan. O vaxta qədər o səni yaşadıb. O sənə o hakim olub. Sən sonra özünü dərk eləyəndən sonra, özünün fərqində olandan sonra sən artıq özünü idarə eləməliydin və ona hər gün təşəkkür eləyərək, bəli, sənin izni olmadan, sən bir dənə, belə bir dənə, bir şey ki, sənin gözün görmür də, o göstərir sənə. Nə istəyir, göstərir. Ancaq sənə. Çünki hər kəsin gördüyü fərqlidir. Bu dünya hər kəsin özünə məxsusdur. Sənə o göstərir. O sənlə dəmişə. Və sən bir dönəmdə var, yaşadın. İndi sən axı insansan, sənin şuurun var. Onunsa bu dünyada qaydaları başqadır. Bu dünyanı yaşamağı sən seçirsən. Ona maşın almaq lazım deyil, uşaq oxutmaq, institutda girmək. O səni yaşadmaq üçün, həyat qadı, qidalanmağı və bir də nəsil artırmağı təmin eləyir. Qalanı sən qərar verirsən. Maşın alırsan, nə bilim, ev alırsan, nə iş görürsən, o sənləndir. Amma o həmişə səndən. Amma sən onun fərqində olub, onunla harmoniyada yaşamalısan. Amma sən onun yenə də fərqində olmursan. Sən özün üçün bir kimlik yaradırsan, amma özünə sahib çıxa bilmirsən. O da öz qaydaları ilə səni qorumaq üçün səni yaşadır. Yəni sən düşünmürsən. O görür ki, sən düşünə bilmirsən, şuurlu deyilsən, o səni yenə də yaşadır. Amma o niyə sənləndir? O səninlə ona görə ki, sənin bax, özünə sahib ola bilmədiyin zamanlarda səni idarə edir. Onda bir dönəmi hansıdır? Qocalıq. Birazdan sən qocalacaqsan, əldən düşürsən. Yavaş-yavaş şuur çökür, uşaqlaşırsan. O yenə səninləndir. Bəli, səni yenə o yaşadır. Sənin həyatda qalmağını yenə o təmin eləyir. Amma ortada sən onun fərqində olmalısan. Onunla harmoniyada olmalısan. Onunla istədiyini soruşmalısan. O sənə bütün bu dünyanın sirlərini, alim ol, nə bilim, hər şeyi də belə o sənə bunun üçün sənləndir. Səni yaradıb və sənlə yaşayır. Yenə də sən öləndə ya onun fərqində olacaqsan, sənin hafizən, yaddaşın ona köçəcək, ya da fərqində olmayasın, yoxa çıxıb gedəsən. Bəli, çünki o yenə səndən sonra bir başqa bədən, yəni belə yaddaşın yaşayır onunla. Yəni əbədi olan yaddaşdır, hafizən, köçəcək ona. Fakt, sən bu günləri öz həyatına çıxa bilmirsən, yəni onun fərqində deyilsən və o da neyinir? O da səni yaşatmalıdır. Bəli, onun izni olmadan heç bir şey baş vermir, amma sənin dünyanda, sənə aid. Yəni o yaradan sənin üçün, onun izni olmadan bir yarpaq, o bu, sənin dünyanda. Çünki sən onu fərq eləməmsən. Sən elə bilsən ki, bu dünya var, o bu, hər kəsin öz dünyası var və öz dünyasında da onunla doğulub, onunla bir yerdə yaşayan öz yaradanı var. O da bir ümumi bir şeyin parçasıdır. Bu belədir. Sən uşaq olanda o səni yaşatdı, qocalacaqsan yenə yaşadacaq. Amma indi sən fərqində olmalısan və onunla bir yerdə yəni ki, qərar verməlisən ki, bəli, ona şükür eləməlisən, dua eləməlisən, ondan istəməlisən
və onu uzaqda axtarmamalısan, özündə axtarmalısan. O sənin üçün hər şeyi yetirsin. Ağzı tutub getmirsən ora bura, indi o da nə etməlidir? Proqramla yaşadır səni. Və sən düşünə bilmirsən. Çünki sən şuurun fərqində deyilsən. Nə edir? Sən oturduğun bir yer var, oturursan, həmişə orada oturursan. Yerini dəyişib başqa yerdə oturanda narahat olursan. Sən deyirsən, odur qoyuldu. Çünki o səni qorumaq istəyir. Burada o təhlükə bilir də onu. Qoymur səni oturmağa, narahat olur burada oturmağa. Gedirsən bir yerə qonaq, yata bilmirsən gecə səhərə kimi, odur. Çünki o səni təhlükəsizliyi qoruyur. O yerə ona şey gəlir, deyir ki, səni qoymur. O yana çevrilirsən, bu yana çevrilirsən. Yəni bir sözlə sən özünə sahib çıxa bilmirsən. Sən üzü tutmursan o yana, bu yana və o da səni bu dünyada qoymur rahat yaşam. Amma sən onun fərqində olsan və şuurlu şəkildə bilsən ki, bu səni yaşatmaq üçün, səni qorumaq üçün bu sənnəndir, səndədir, onda bəli, artıq sən qərar verəcəksən və o da səndən arxayın olacaq ki, sən özünə yiyə durmusan, artıq oturuşu da bilirsən, duruşu da səni rahat buraxacaq. Amma bugün sənin narahat olduğun hər bir şey sadəcə, yenə deyirəm, onun təkrar olmayan, ona yad olan davranışlardır, hansı ki, onun üçün yeni olan bir şey təhlükə kimi görür. Çünki o qorumaq istəyir səni. Bəli, o səni qoruyur, o səni yaşadır. O sənin üçün yoxdan var edir. Bəli, sən görmürsən. Sən həmsən görürsən, görmürsən. Sən gözünü yumanda da görürsən, açanda da görürsən. Sənin bu dünya zənn etdiyin, bax necə gözünü yumanda, xəyalında gördüyün dünya və yaxud da açıq olanda gördüyün dünya eyni şeydir, o göstərir sənə. Və o sənə lazım olanda yuxuları göstərir, o sənə lazım olanda həqiqətləri göstərir. Sən yaradanı dərk eləmək budur. Sənlə doğulub, səni özünü tanıyana qədər yaşadan və sabah bir gün yaddaşı bitirəcəksən, Fatih surəsi yadında qalmayanda, səni yenə yaşadan, yanında olan sıradan, bəli, halbuki bu yaşadığın dönəm ərzində də sənin elədiyin davranışlar da sadəcə səni qorumaq üçün məcburdur. Sən hansı yola gedirsən, o da səninlə bir yerdə gedir. Çünki onun qaydaları tam başqadır. O qaydaların burada sənə tətbiq eləmir. O sadəcə səni burada yaşadmaq üçün var. Alan şeyi sən eləyirsən. Sən də özünü yeyə dura bilməyəndə o başlayır öz qayda. Öz qaydası da nədir? Yenə deyirəm, səni həyatda tutmaq və səndən sonra nəsil artırmaq ki, insan türü soyu kəsilməsin. Başqa heç nə. Ya sən özünə sahib çıxırsan, ya da o sənə öz qaydaları ilə sahib çıxır. Belə